Məsələ 6. 3'ün üstü modulda x bərabərdir kosinus x bölə 3 tənliyini həll edin. Həlli. Tənliyi yazırıq. 3'ün üstü modul x bərabərdir kosinus x bölə 3. Tənliyin sol tərəfinə baxaq. Sol tərəf bir y bərabərdir 3'ün üstü modul x kimi baxsa, bu cüt funksiyadır. Və üstülü funksiyanın qrafikinə əsasən bunu belə göstərirəm əyanilik üçün. Olacaq bir nöqtəsi 1-də x 0 olanda 1-də qiymət alır və üstülü funksiyanın qrafikinə uyğun artan funksiya şəkildə olur belə. Cüt funksiya olduğundan o y-ə nəzərən, bu da modulda olduğundan o y-ə nəzərən simmetrik olur və bu şəkildə olur. Deməli, bu 3'ün üstü modul x-in qrafiki bu şəkildə olur. Onda göründüyü kimi 3'ün üstü x modul x böyük bərabərdir 1. Böyük bərabərdir 1'dən və kosinus x də sağ tərəf, sol tərəf müsbət olduğundan biz götürürük kosinus x bölə 3'ü kiçik bərabərdir 1. Yəni mənfi 1 modulca kosinus x bölə 3 modulca kiçik bərabərdir 1'dən bizim şərtə görə bu alınır. Və buradan görürük ki 3'ün üstü modul x böyük bərabərdir 1. Kosinus x bölə 3 kiçik bərabərdir 1. Bu ancaq bərabərdir 1 olan ödənilə bilər. 3'ün üstü modul x bərabərdir 1. Kosinus x bölə 3 bərabərdir 1. Və birinci tənlikdən çıxır ki, üstülü funksiya modul x bərabərdir 0 alırıq. Və buradan da çıxır ki, x bərabərdir 0-a. X bərabərdir 0, ikinci tənliyi də ödəyir. Kosinus bildiyiniz kimi 0-da 1-ə bərabərdir. Deməli, tənliyin yeganə kökü x bərabərdir 0 olur. Bu tənliyin kökü 0-a bərabərdir.